Kompüter biliyiniz yoxdursa, bizim kursları seçə bilərsiniz. Dərslər həftədə 2 dəfə, 1 saat yarım tədris olunur. Windows, Word, PowerPoint, Excel proqramında sənədləri hazırlamağı öyrədirik. İstənilən tip sənədlər, hesabatlar, əmrlər, aktlar, tabellər bizdə tərtib olunur. Təqdimatlar hazırlanır, hesablama, filtrasiya öyrədilir. Tədris müddətinin sonunda tələbələr sertifikatla təmin olunur. Sənədə şifrə təyin etmək istəyirik. Nə etməliyik? Giririk fayla, protect dokumentə Düzdür. daxil Oradan oluruq. encrypt Encrypt edirik. şifrəmizi Parolumuzu təyin qoyuruq. edirik. Düzdür. Aha. Sonra save Save edirik. edirik. Yaddaşında qalsın. Artıq hazırdır. Biz məhsulların məbləğini hesablamaq istəyirik və sonda ümumi cəmini çıxartmalıyıq. Bunun üçün necə edək? İlk öncə bərabərlik yazırıq, Aha. qiymət vurulsun, miqdarı, Aha. sonra enter basırıq. Doğrudur. Kənarında gətiririk. Bəli. Çəkirik aşağıya doğru. Və cəmi almaq istəyiriksə, Ümumi cəmi alt və bərabər, daha sonra enter. enter. Tamamilə doğrudur. Artıq hazır cədvəlimiz. Scrolling eləyib. Çevirin. Müraciət forması yazmışıq. Sonda biz istəyirik ki, tarixi daxil edək. Amma avtomatik formada daxil olmasını istəyirik. Bu üçün nə etməliyik? Enterə vurub, Aha. insert bölməsinə keçib, Doğrudur. sonra date time, Aha. birinci olan tarixi seçirik. Tələbələrimiz Word proqramında insert lenti ilə tanış olublar. Bugün insert lentində table və shapes əmrləri ilə bağlı sual cavab edəcəyik. İlk olaraq tələbəmiz Gümüşə yaxınlaşırıq. Bir cədvəl yaradaq. Cədvəl olsun 4 sütun, 40 sətr. Insert tablet. Insert tablet. Bəli, doğrudur. Daxil edirik 4 kolumn, 4 sütun və 40 sətr olsun. 40 sətr. Okay. İndi Gümüş. Tutaq ki, bizə lazımdır cədvəldə bir nömrə işarəsi yazaq. Çünki sıra sayı göstərməliyik. Shift Və 3-ü basırıq. basırıq. Nömrə işarəsi görünür və layouta daxil olub istiqamətini dəyişmək istəyirik. Text direction. Bəs doğrudur. Necə edək ki, ortada olsun, xana daxilində ortada. Mərkəzi düzəldir. Göstəririk. Və bizə lazımdır ki, sütunun eni bir qədər kiçilsin. Onun üçün nə etməliyik? Üzərinə gətiririk, bir qədər aşağı, tələsməyin. Bir damcı aşağı, bir qədər aşağı. 2 dəfə tık-tık da eləmək olar. 2 dəfə tık-tık eləyirsiniz, 2 dəfə üzərinə vurursunuz, kiçilir. Yaxşı? Aslan, transitions vasitəsilə Aslan təqdimata effektlər seçir. Aha, effektləri digər Vortex-ə bax. O da maraqlıdır, Vortex. Aha. F5-i bas, baxasan tam şəkildə. Klaviaturada 3 lock düyməsi görürük, kilit düymələridir. Hansılardır və onların təyinatını izah edərdiniz? Klaviaturada caps lock, num lock və scroll lock olaraq 3 lock düyməsi var. Əgər klaviaturanın böyük hərflərini aktiv etmək istəyirsə, caps lock düyməsinə basırıq və indikatorun belə işığı yanır və böyük hərflərlə yazmağa başlayırıq. Əgər kiçik hərflə yazmaq istəyiriksə, o zaman caps lock düyməsini qeyri-aktiv edirik və işıq belə sönür. Klaviaturanın sağ tərəfində rəqəmlər mövcuddur ki, bu rəqəmləri aktiv etmək üçün num lock düyməsini basırıq və rəqəmlər aktiv olur formada. Aha, indi scroll lock düyməsi haqqında Scroll lock düyməsi isə bəzi proqramlarda, məsələn Excel proqramında səhifəni aşağı-yuxarı hərəkət etdirmək üçündür. Əgər aktiv etsək, bütün səhifə ümumi şəkildə hərəkət edəcək. Qeyri-aktiv etdikdə isə səhifə bu şəkildə tək-tək hərəkət edəcək. Tutaq ki, biz sənəddə hər hansı bir sözü axtarıb tapmaq istəyirik. Bunun üçün nə edəcəyik? Ctrl F düyməsini basırıq və yaxud Home lentinə daxil olub Find əmrini seçib axtarış edə bilərik. Məsəl üçün Royal. Aha, sözü yazır və sözü axtarıb tapır. Doğrudur.
Royal, bəs sanki mən də sənətdə Royal adını başqa bir adla əvəz etmək istəyirəm və yaxud da ad bir neçə dəfə istifadə olunub, onlar hamısı bir anda dəyişmək istəyirəm. Nə etməliyik? Ctrl+H düyməsini basırıq və yaxud Home lentinə daxil olub Replace əmrini seçib burada istədiyimiz adı dəyişə bilərik. Məsəl üçün Royal, ilk adımız Royal, ikinci adımız dəyişmək üçün yazırıq Orxan. Replace alı basırıq, adları dəyişir. Replace etdikdə sənətdəki bütün adlar Orxan Dəyişir. adı ilə əvəz olunacaq. Bütün Royal adları Orxan adı ilə əvəz olunacaq. Doğrudur. Tutaq ki, proyektora qoşmuşam notebooku və mənə lazımdır ki, ekrandakı simgələr görünməsin. Nə etmək lazımdır? Mouse'un sağ düyməsini basırıq. Menyuda açılan Viber seçirik. Daha sonra Show Desktop Icons Iconları və Allah izlədildi. İndi yenidən qaytarmaq istəyiriksə, yenidən hərəkəti təkrar bəli, edirik. kontekst menü açmalıyıq. Doğrudur. View tamamilə doğrudur. Şəkil ilə mətnin mövqeyini təyin etmək istəyirik. Bunun üçün hansı funksiyadan istifadə edəcəyik? Wraptext funksiyasından. Hal-hazırda Nuray göstərəcək Wraptext'i. Nuray istifadə et balası. Aha, mətnin arxa fonuna keçir, önünə keçir. İkinci ortaya daxil etdikdə isə sərgəli düzülüş alır. Düzdür. Xanalar, sətir, sütun üzrə hərəkət etmək üçün hansı klavişlərdən istifadə edirik? Kontrol və oxlardan istifadə edirik. Məsəl üçün, sonuncu sütuna keçmək üçün kontrol oxu basırıq. Bəli. Əvvəlki sütuna keçmək üçün isə kontrol Soldakı oxdan istifadə istifadə edirik. Əvvəl son sətirlərə keçmək üçün isə kontrol əvvələ və kontrol sonuncu sətrə keçmiş oluruq. A1-ə keçmək üçün isə kontrol homa basırıq. Zeynəb, sahəni yazmalıyıq və 50 metrin kvadratı ifadəsini klaviaturadan daxil edirik. Kvadratı göstərmək üçün nə etməliyik? Birinci rəqəmi seçirik. Aha. Sonra da burada baş içini göstəririk. Bəli, superscript-dən istifadə etdik. Buradan Aha. yeni mövqelərlə. Aktiv qalmasın, yoxsa üzərində yazılacaq. Doğrudur. Bir də bəzən olur ki, lent itir. Əlimiz deyir, orada bir istiqamət gördüyümüz işarə var. Burada deyəndə lent itir. Və ya da lenti özümüz itirə bilərik. Lenti gizlətmək, göstərmək üçün nə edirik? Lenti gizlətmək üçün Ctrl F1, Və geri gətirmək üçün Ctrl F1. Hər iki halda Ctrl F1-dən istifadə edirik. Doğrudur. Tutaq ki, bizdə hər hansı bir maddə qüvvədən düşüb və yaxud da məlumat aktuallığını itirib. Bunu fərqləndirmək üçün nə etməliyik? Məsəl üçün, burada məlumat qüvvədən düşübsə, sıra düyməsinə basırıq. Düzdür, Və doğrudur. yaxud da bunu məsələn Vurğulamaq fərqləndirmək üçün istəyirsinizsə? Vurğulama rəngindən istifadə edə bilərik. Doğrudur. Slayd tərtib edən zaman mətnə animasiya effekti tətbiq etmək istəyirik. Bunun üçün seçirik. Seçdikdən sonra baxın, Home-dadsa animation daxil oluruq. Daha sonra float istifadə edə bilərik və ya line in nizamlamaq üçün gözəl görsənir. Tez-tez gedirlərsə, delay hissəsində istədiyimiz müddəti təyin edə bilərik. Təkrar baxırıq. Hazırdır. Elşən, əmrdə göstərilən mərkəzi hissəni amma tam seçmək lazımdır. Aha, mərkəzi hissəni sütun formatda yazmaq lazımdır. Layout seçirik. Aha. Buradan Ctrl-a basıb left-ə basırıq. Doğrudur. Sonra isə buradakı sütunu gətirib keçirmək üçün Ctrl-Shift-Enter basırıq. Doğrudur. Görürük ki, arada boşluq yaranıb. Boşluqlardan götürmək üçün nə Bura etməliyik? basırıq. Paragrafdan bəli. Bəli, buradan Don't add Space space. between paragraph basırıq. Bəli, Sonra doğrudur. OK eləyirik. Tamamilə Boşluq. doğrudur. Gözəl. Ədədlər üzərində filtr əməliyyatı aparmaq mümkündür. Məsələn, qiymət sahəsinə daxil oluruq. Burada number filters. Tutaq ki, bizə lazımdır 320 manatlıq telefona baxaq ki, hansı telefonların qiyməti dəyəri 320 manatdır. Biz sadəcə belə 320 yazsaq, həm 320 manatlıq telefon görünəcək, həm 3200 manatlıq. Amma məhz 320 manatlıq telefona baxmaq istəyiriksə, o zaman number filters equals 320 yazırıq, enter basırıq.
Sırf 320 manatlıq telefon görünür.